küsmüsən herkesi. Her güvenden üzmüsən herkesi. Oxuma. Vefalı yol seçme. Ay oxuma. Ay. Deyirəm oxuma. Ha o değil ne istedir kaka. Oralarda vəziyyət nətərdir? Gedərsən, görərsən. Başına görər, bilərsən. Hə onu demirəm Başını deyirəm, başdakı vəziyyət. Axırıncı dəfə 8 sinifdə oxuyanda olmuşam orada. Dörd gözlü küçüğün ucbatına. O boyda yoldaş Yusifov qurban getdi. Heç arvadı da kömək olmadı. O Sədir qaqa, arvadı kimdir? Az danış, yoluna bax. Hə. Nə dedim mən? Dünya məndən küsmüsən Nətər başını herkesi. Bu kişi harda qaldı ye? Narahat olma. Bayaq sizinlə danışdım. Avtovağzaldan zəh vurmuşdu. Yer çıxıblar, gəlirlər. Görəsən atam necədir? Necə olacaq? Nəyi var danlayıblar. Tək elə danlanmaq olsun. Yaxşı ki, buraxıblar. Ana, atamı niyə tutmuşdular? Ay qız, sən get çay. Hər şeydə qarışma. Deyirəm, məni bir məsələ yaman narahat eləyir. Dədəm 10 illik ki sədirdi. Bir dəfə də olsun Bakı ilə problem olmayıb. Amma bu zahar gələndən sonra bu kişini tutdular, apardılar. Havalı, bəsdir də. O yazıq zatlı nə günah var Təsadüfdür də. Təsadüf. Ay qız, çay nə oldu? Gətirirəm də. Yoldaş Sədir, həmişə evinizdə şirinizdə. Sağ ol, vəfalı, sağ ol. Sədir qaqa, 5 manat verərsən, benzin pulum vurum. Of. Al, ezdirmisən, Sağ ol Sədir. Hə, nə var yox vəfalı. İşlər nətərdir? Kamandar Candaroviç, siz olmayan müddətdə özümü yetim kimi hiss edirəm. Bəsli saxla. Nə var, nə yox, problem var. Yoldaş Sədir, sizinlə vacib söhbətim var. Belə, Deməli, indi bura, ha? yoldaş Sədir, sizə aparanda hər şeyi silib süpürmüşdülər. İnanın ki, güclə oradan buradan yığıb düzəltdim. Buna da razı olarıq. Kamandar Cahandaroviç, deyirəm bəlkə istirahət eləyəsiniz, evə gedib çaydan, çörəkdən Yox, yox. İstəyirsiniz, zəng elin bufetə, Mərahim sizin üçün yemək yollasın. Fərahim olar, hə? Yox, Fərahim yox, Mərahim, Fərahimin əmsi oğlu. Fərahim getdi də. Onu da. Yox, siz nə danışırsınız? Əmisinin yanına Kislovodskaya. Yaxşı canımızı qurtardıq onu. Belə baxanda heç o da əmsi oğlundan dala qalmır. Özü demişkən, nəsillərində bir dənə kişi yoxdur. Bizim nəslimizdə kişi yoxdur. Bax elə belə götürək, bax mənim biri əmim. Sərai mənim var. Onun oğlu yoxdur axı. Ona oğulluq eləmişəm. Xəstə yatıb, apres olub getmişəm yanına. Ala. Qaqa, harasın? Ay necə çox dərinliyə getməyək də. Bax, getmişəm yanına, gördüm nə olub? Borc içində üzür batır. Getdim işlədim, borcunu qaytardım. Sonra da biraz indi pul var idi də, mən də biraz aynı oyundan zaten belə aldım. Apardım yanına. Axırı nə oldu?
Heç nə, mən qovdu Krasalovskidə. Fərami çağırdı yanına. Ay bir dəqiqə. Bəs niyə elə hərəkət elədi o? Və mən ağzımda deyirəm ki, sənə bizim nəslimizdə kişi yoxdur. Qaqa, deyirəm bayaqdan şey edirsiniz. Xəbəriniz var, sədri şey ediblər. Bakıda şey oldu gəldi. Nətər? Nə oldu? Hə, deyir bizim sədr yoxdur Kamanda. Aha. Buraxıblar Bakıda idi. Ha, mən heç o sədrin üzün görməmişəm. Qaqa, belə şey adam, deyirəm, üzündə belə şey var biraz. Nuru var, belə hər şey edirlər, ona görə. Hə, pulu qoyuram. Qaqa, şeydir. Pulu qoyuram. Şey deyərəm da. Ne edeyim ha? Ben ne edeyim ay kardeş? Zahir bala. İşe hazırlaşırsan? Ha baba, mənlə bir işim var idi. Yo. Eşitdin də o kamandar da deyir bırakıblar. Ha, eşitmişəm. Büyük gelmelidir. Bilirəm. Gedim yerim doğrudan da elədirmi? Hay deyirəm, dağılasan səni dünya, dağılasan yaxşı. Dünyanın işine bak ey. Cinayətkarı, kanunu pozanları, Sovet malını talan eləyənləri azadlığa bırakırlar. Dağıl dünya, dağıl. Baba, səndən bir xahişim var. Buyur baba. Bəlkə o arvadın məsələsinə baxasın. Ne arvada baba? Ne mesele? Sərdarın anasını deyirəm da, Nadia xalanı. Vay. Artıq mənə təngə gətirmişdir. Bezdim onun xahişlərindən. Hay bala, məni demirsən, bezmişəm nədir, bax, buraya yığılmışam. Baba, xahiş edirəm. Bəlkə kömək eləyəsən. Ay oğlum, mən niyə eləyə bilirəm axı? Kim mənə qulaq asacaq axı? Baba, necə yəni? Baba, sən qəhrəman adamsan. Sən canını bu hökumətə, bu quruluşa, Sovet cəmiyyətinə sirləmsən. Bilirsən baba, sənin və sənin kimlərin sayəsində bizim Sovet... İşə gecikirsən ha baba, gecikirsən, yer. Bəlkə biraz fikirləşirsən baba, ha? Hə, mən fikirləşərəm, sən gecikmə. Oldu, sağ ol. Gözümü biter dersen, ne olsa? İş sat. Gülxorsan axırı, nətər iş sat? Ma bax, eşmisən? Ne olub? Sədri bıraxıblar, Toba. Az biz olsaydıq, inək qarışıq bizi tutub sağ basmışlar türməyə. O yetər yerə şey olar. Az məsəl üçün deyirəm da, ana. Yəni deyirəm ki, bu Az yox, gözümü biter dersən, nə olub, Fatma xala. Bayaq yolda Nadia xalanı gördüm. Yazıq elə ağlayır. Nadia kimdir ağız? Sərdarın mamasını deyirəm ana. Elə ağlayır, oğluna görə yaman narahatdır. Deyirəm, bircə bıraxsaydılar onu. Az Sədranın dərdi sağ qalıb. Az günü göyə əskiyə bölmüşdü. Hayf döyülüyor o qələndar gül kimi oğlandı. Yox, qələndar... Yox, bəlkə yalan deyirəm. Yox, düz deyirsən, amma... Arvad yazıqdır, ona görə deyirəm. Az yazıq sənsən, Niyə oturursan az? Dur, gedək süddə inəkləri sağaq. Dur. O da oradan hürməyə bax. Ay dədə var. Deyirəm, o boyda arvadı olan yoldaş Yusifov 50 ayağını qurban getdi da. Yaxşı, Vəfalı, burada nə var yox? İşlər necə gedir? Kamandar Cahandaroviç, inanın ki, siz burada olmayanda elə bil üstümüzdə böyük bir... Onu demirəm, deyirəm, burada işlər necə gedir? Nə var, nə yox? Hər şey qaydasındadır. Mən buradayam, ölməmişəm ki. Sağ ol, Vəfalı, sağ ol. Belə adına layiq adamsan. Həmişə mənim yanımda olmuşsan, sağ ol. Bu mənim borcumdur. Kamandar Cahandaroviç, and olsun atam iltifat kişinin canına ki, bax gördüyünüz bu otağın öz əllərim, zəhmətim,
Təmizləyirdi, silib süpürürdü. Ya da yaxşı. Sizin yoldaş Ya yaxşı. yolumuz. Özünə əl al. Yaxşı. Özünə əl al. Yaxşı. Sağ ol. Üzr istəyirəm. İfadəmə görə. Bu alçaq zavur. Kim? Gəl. Sağ olun yoldaş Sədir. Həmişə evinizdə işinizdə. Sağ ol Aybora. Nə istəyirsən? Nə istəyirsən kişidən? Yoldaş Sədir, bəzi avadanlıqlar gəlib Bakıdan. Qaymaya qol çəkilməlidir. Sürücü gəlib götürməlidir. Bilirsən, Zav, mən yol gəlmişəm. Biraz yorğunam. İcazə ver biraz dincəlim, çay içim. Adamda insaf olar da. Yoldaş Sədir, mən başa düşürəm, amma axı sürücü bugün qayıtmalıdır. Sən sədrə dərs öyrə. Sabah, Zav, sabah. Yaxşı. Get. Yaxşı. Gözlərinə bax. Alqay, sən haram tutarmısan? Sumqayıtda oxumuşum. Ver bura görüm mən. Bəs bax deyirəm, sən oxumuş adamsan da. Niyə gedib bərbərxanada oturmursan, gəlmirsən bura, hə? Bərbərxana var burada. Keçən dəfə su basıb damır, 15 dəfə demişəm vəfalıyam. Deyir yoldaş Sədir yoxdur, gələndə deyərəm. Hay dədə, indi biz bu Sədri gözləməliyik də. Məcburuq da biz buna. Kaka bir dənə deyir, çay olsaydı eləyərdim, içərdim deyir. Bu da bezdirib. Şair belə yerdə gözəl deyir. Deyir, özünü çox yorub xəyala dalma. İcazə ver bu axmağı ürəkdən söyüb, ay Allah, heç kimin ağlını başından alma. Niçin o da? Rusca danışma da, bəlkə elə orada oturub bir başına qırxasan elə. Kaka düz deyir, mən də başımı eləyərdim. Deyəlim. Niyə gedib sahəni sulamısın? Kaka, qurban olduğum suluyur, yağış yağır, tökür, bələşər. Uşaqlar, Ayşə, dur, rədd ol buradan. Dur, rədd ol. Yenə çay verərdim də. Çay yoxdur, dur, rədd ol. Olar deyib də çay içərim də Kaka. Kaka, onda olanda eləyərsən də öyrə. Burada Çıx, rədd ol deyirəm də sənə. Ağaç deyir, nəyə doğatdın? Olmadığına, belə şeyləri, Bu hardan gəlir? Mən nə bilim, sən məndən qabaq gəlirsən bu şəhərdə. Söhbətin sanatım, baharım yazım. Ayşe! Ne oldu be? Bak. Sədir gəlib bir. Yatmısan efi qulağında şiraslan. Dədəmin yuraqı da orada yatmışdı. Dünənlər bir balaca deyən kirlətmirsən, ha? Bənə deyil, qaynanam bir dənə yaxşı tutaraq yollamışdı. 60 qradus. Ne olar da abi, qaqamı da çağırardım ya, ne olar? Duruşuna fikir ver, abi, papanını düzelt, bu ne de? Yaxşı. Bir samakatını sür, sən önləmə. Sadık ol. Kisi, maşını xotda gedək. Ne oldu? Həmişə evimizdə eşiyinizdə. Allah sizi kolxozun üstündən əksik eləməsin, Sədir. Allah ömrünüzü uzun eləsin. Həmişə təmizlikdə, saatlar olur. Allah ömür versin. Allah sana can sağlığı versin. Allah səni kolxozdan əksik eləməsin. Nadiyə oradadır. Allah istəyirdi məni görməyi də. Olardı. Həsən kişi, ay Həsən kişi. Başıma dönüm, ay Həsən Ne var kişi. aynadır, ne yok. Keyfin halıncadır. Mən dediyim yaddan çıxartmamısan ki, ay Həsən kişi. Yok aynadır, ne danışırsan. Günde elə 3 dəfə yadıma salırsan, yadımdan çıxmaz. Başıma dönərəm sənin. Yaxşı. Be uşaq da yazıqdır. Gəlib bir işlə məşğul olar. Qorxma, bir şey fikirləşərəm. Narahat olma. Başıma dönüm, yadından çıxartma. Ay başıma dönüm. Yaxşı, hay Allah. Nemes saldatından betərdir bu zalım qızlar. Ay Həsən kişi. Yadından çıxartma, ay Həsən kişi.
Atam geldi. Hanım. Geldim de. Salam. Ata. Hoş gelmişsin ata. Necəsən qızım? Sağ ol. Sağ ol balam. Necəsiz? Şükür. Görürəm. Siz də yaxşısınız, ha? Hoş gelmişsin ay kişi. Lap darıxmışsın. Yaxşı. Yeməyə nə var? Her şey var. Bu saat çay da getirərəm bu saat. Deməli belə, yoldaş Yusifov getdi. Onun yerinə birinci namizəd yoldaş Sədirdir. Bəs Sədrin yerinə namizəd kimdir? Mən. Dörd göz. Sənin başına oyuna çaşam deyən. Mən neçə iliyim ki, bu qızı alım. Sədirlə qohum olmaq hər adama qismət olmur. Babalı! Vay babalı! Nədə? Babalı! Sağ ol yeğen kurban gaga ne tersen? Canın başın. Yaxşı. Reisi oturmuşum yine burada. Canım boğazıma yolup. Elem bunu getir, bunu getir. Vallahi dolana mümriyi gaga. Rəisi, Ha, mənə bax. ha. Yoldaş Sədir sahib söz deməyib. Sədir ne diyecek ya? Sədir dedi, oraların havası qəşəng düşüb deyir buna. Bakının havası. Özün yaxşısan, canın başın. Mənə bir sözüm var. Sağ ne sözüm? Gaga 3 manatı deyirsən. Bax, bu Novgorodda verəcəm canın üçün. Belə başqa gölə qulluğum, isi hazırdır qulluğum. Yer get. Ay. Yeter. Ata. Sana soyuq olmuyor. Böyle bir ter görünür senden. Soyuq olsaydı bundan yaxşı olardı kızım. Xəstələnmirsən? Yaman halsızsan. Ay qız, kişidən əl çəkdi ha? Nə var Dede, nə məsələdir? Get burada. Bilirsin oğlum. Sen artık büyük kişisin. Her şeye başa düşürsen. Benim işim orada biraz cəncəldi. İş demək olar ki, tam bağlanmayıb hələ. Başqa nəsə lazım? Ha? Yox. Get. Başa düş. Sən gərək kənddə dava-dalaş, səs-küy salmayasan. Əsasən də çalış o 4 göz küçük zaurla işin olmasın. Yox, əgər nəsə problem olsa, onda mən 50 ayaqlı getdim də. Arxayın ol dedim. Arxayın ol. 4 göz küçük necə də zibilə saldı bizi. Mənim işim nə oldu? Bilirsiniz, yoldaş Sədir yorğundu, ona görə də sabaha qaldı. Al nə sabah bir dənə qol çəkmək nə böyük şeymiş ha. Nə oldu bu ya? Nə deyim, mənlik bir şey. Elə şey olar, elə dərdi var. Başla dönüm ay sağ ol. Salam Nadia xala, necəsiz? Eşidirəm sizi. Dedin mi babanı? Nadia xala, babama dedim. Nə lazımsa hamısını demişəm. Dedim, gənc bir insanın taleyi onun əllərindədir. Yəni siz narahat olmayın. Bilirsiniz, bir komsomol mövqeyi olaraq... Valla biraz bundan evvel ona demişəm, yadına salmışam, demişəm ona. Başıva dönərəm. Elə yadına salıram da, başıva dönüm. Qurban olun, başıva dönüm. Narahat olun, Nadia xala, düzələr, narahat olun, yaxşı? Sağ ol, sağ başıva olun, sağ olun, dönüm. sağ olun. Hələ mən beçarda qalacağım. Bir şey fikirləşərik. Geldim baba. Hara bir de? Heç. Sen narahat olma.
Böyle əynin çox səliqəlidir. Hə, Bakıya gedirəm. Soruşan olsa, de ki, getdi Bakıya gəzməyə. Noyabr ayında? Ha, payızda Bakının əsl belə gəzməli havası olur. Hə. Baba. Hə. Belə vaxtsız getməli. Sən belə. Həyat bazadan müğayət ol. O xəzəl də yığışdır. Odun da üstünü basırarsan, oldu mu? Tez gələcəm, bir iki günə qayıdıram. Baba. Sağ ol. Tez gəlir, narahat olma. O. Hara getdi bu kişi?